Qədirxumda Peyğəmbər sallallahu əleyhissalamı tanıtdırdıqdan dərhal sonra o ki dedi kimin mövlası mənəm, Əli də onun mövlasıdır. İmamı tanıtdırandan dərhal sonra bu ayə nazil oldu. Əl-yevm əkməltu ləkum dinəkum. Bugün din kamil oldu. Və ətməmtu aleykum ni'məti və nemətim tamamlandı. Və rəzitu ləkumul İslamə dinən. Bugün din olaraq İslama razı oldum. Din bugün tamamlandı. Din adına nə varsa imamətlə kamilləşdi və imamət dinin özüdür. Sonra bilirsiniz nə deyir? Deyir ki, da düşməndən qorxmuyor. Düşməndən qorxmuyor. Niyə görə? Çünki artıq imam tanıtdırılır. Cəmiyyət imama sarılsa düşmən heç nə eləyə bilməz. Bu da Quran ayəsidir. Əl-yevm yəisəllədinə kəfəru min dinikum fələ təxşəvhum vəxşəvni. Bugün kafirlər sizin dininizdən məyus oldular. Sizə